Selamünaleyküm. Bugün bir haber eşitdim, bir müsabaqə qamağıma çıxdı. Yəni bu ölkədə siz İran, Amerika başa düşürəm, amma onları biraz ertələyək. Onsuz İran, Amerika ilə sonra dalaşacaqlar, barışacaqlar. Bu belə deyək, məhracında gedəcək. Biz qayıdaq Azərbaycana. Çünki bizdə nələr baş verir? Hər dəfə bir şey eşidirsən. Eşidirsən deyəndə biri var. Mənə hansısa bir küçədən kimdən seçsin, biri var ki də nazir müavini, elm və təhsil naziri müavini. Artıq sən demə bizim təhsil nazirimiz elmdə sözünü əlavə edir. Ya bu indi elm eləyəndə təhsilimiz belə elmləşəcək də. Elm qabağını olub elm və təhsil naziri. Necə ki icra başçılarını yavaş-yavaş səlahiyyətli nümayəndələrlə əvəzirik. Güya nəsə dəyişir, heç nə dəyişmir. Bu sözlərlə elə bilir ki, nəsə dəyişəcək. Sabah da yəqin icra hakimiyyətlərini buraxıb vilayətlər quracaq. Onlarla yenə qubernator olacaq. İcra başçısının yerinə. Güya da burada bir islahat kimi bunu təqdim edəcək. Amma ortada heç nə olmayacaq. Köhnə amam köhnə taz davam edəcək. Yəni bu elm və təhsil naziri müavini görün nə deyib. Hatta yadımdan çıxdı, heç yadıma qalmaqda ehtiyac yoxdur. Çünki bunlar o qədər görünməzdilər ki, o qədər belə deyək, fərd olaraq, o nazir statusunda olaraq balaca şəxslərdir ki, onların adlarını belə unutsan yaxşıdır. Həmən o nazir müavini deyib ki, sən demə bizim məzunlarımız institut qutarandan sonra iş axtarmamalıdırlar. Dövlət onlara iş verməyə borçlu deyil. Bunlar özləri görə bir iş qurmalıdırlar. Buna qulaq asanda mən bilmədim, bu ağlayım, gülüm. Bilirsiniz, bunlar ya bizi səfeh yerinə qoyublar, ya özləri səfeh etdilər. Ya da yox, məncə həm bizi səfeh yerinə qoyublar, həm də özləri səfeh etdilər. Çünki sən bir sözə bax, deyir, məzundur iş qurmalı. Adama deyirlər, sən nazir müavinisən, sən hansı ölkədə yaşayırsan bilmirsən. Bura Niderlanddır, bura Lüksemburgdur, bura nə bilim Birləşmiş Ərəb Əmirlikləridir, bura Sinqapurdur. Burada sən bilmirsən ki, insan adi belə pullu adam gəlir, belə milyonlu belə milyoner gəlir, multimilyoner gəlir, belə burada iş qura bilmir, öz başına iş quran kimi onun üstünə qonurlar. Tağı Əhmədov kimi adam metropoliten rəhbəri, nazir səviyyəsində adam durub dedi ki, mən haray Eldar Mahmudova xərac verirdim. Yəni belə bir ölkədə hansısa bir məzun tutam ki, o bacarıqlı məzundur, o iş quracaq, o rahat iş qura biləcək, ona imkan verəcəklər. Bununla danışırlar. Ya bunların ölkələrindən xəbəri yoxdur. Ya nə bilməm, bizlə məzələnirlər də. Yəni sözün əsl mənasında məzələnirlər. Siz də başlamışsınız Amerika İranı vuracaq. İran Amerika nə cavab verəcək? Bizim Amerikada İranında bu bizim bu bizlə məzələnən iqtidarımızdır. Bax onlar bizi vururlar hər dəfə. Bax bu cür məzəli söhbətlərlə. Nə deyim? Allah köməyimiz olsun. Əsas odur ki, arxamdakı divara gedib dəyməyək. Amma mən qorxuram dəyəcəyik.